Qarşıdan bizim Ramazanımızın deməli son günlərini yaşamaqdayıq da. Yəni bugün 28-ci gününü yaşayırıq. Həmd olsun Allaha həcə. Bax qarşıdan fitrə gəlir də. Yəni insanlar bundan bağlı çox narahatdılar. Bu fitrəni necə çıxsınlar? Məsələn, insanlar var ki, düşünür ki, onlar kiminsə kartına pul atmaqla, o məsələn imkansız ehtiyacı olan insanların kartına pul atmaqla bu fitrə sayıla bilərmi? Bu nəzir, fitrə, nə bilim, zəkat ola bilərmi? Yoxsa yoxmu? Məsələn, bu şeylərdən insanlar çox narahatlar. Məsələn, fitrə hər il biz bu barədə danışırıq, amma insan unutqandır da. Görürsünüz, dünən yediyini bugün unudur, amma bir il ərzində bu normaldır. Məsələn, fitrə necə olmalıdır? Ailədən necə çıxarılmalıdır? Onlar siz bizə izah eləyin də və onlayn olaraq, məsələn, kartdan karta belə atmaq, belə köçürmək, bu hesab olunur mu? Ümumiyyətlə, fitrə zəkatı yaradana şükrün bir ifadəsidir və canın sədəqəsidir. Hər bir şeyin zəkatı olduğu kimi, bədənin də zəkatı, fitrənin də zəkatı Ramazanın sonluğunda fitrə zəkatını çıxartmaqlıqla insan özünü illik qarantı alır. Ümumiyyətlə, fitrə sözü mənasında fitrət sözündəndir. Doğuluş, yaradılış. Bunun etimologiyası, kök etibarı ilə, yəni insan əvvəlki vəziyyətə qayıdır, doğuluş vəziyyətini fitrəti. Yəni fitrətən insan ki, necə pak dünyaya gəlir, təmiz dünyaya gəlir, insan zaten o hala çevrilir. Bir ay insan nəfsi ilə mübarizə aparır. Belə bir sual da ortaya çıxır ki, əgər Ramazan ayında şeytan zəncirlənirsə, insan niyə günah edir? Şeytan zəncirlənəndə günah edə bilməz insan. Niyə günah edir? Cavabı belədir, qısa və lakanik. Şeytan Ramazan ayında zəncirlənir, amma nəfs azaddır. Nəfs azaddır. Ümumiyyətlə, Quran-ı Kərimdə bir ayəni mən düstur olaraq burada qeyd etmək istəyirəm. Orijinal belədir. Qad əfləhə mən zəkkah və qad xabə mən dəssaha. Özünü günahlardan təmizləyən insanlar, nəfsini günahlardan təmizləyən insanlar mütləq nicata çatacaq. Özünü günahın girdabına salan insanlar mütləq bəlaya gələcəklər. Fitrə zəkatına gəldikdə isə insan təmizlənir, insan paklaşır, insan bir ay nəfsi ilə mübarizə aparır və Ramazan ayının son günü, bayram axşamı artıq təsdiqlənməsi üfüqdə ayın görünməsidir. İnsan üfüqdə ayı görünəndən sonra, qürub olandan sonra, gün batandan sonra ailə başına, ümumiyyətlə fiqhi, İslamda hüquq termini olaraq 3 kilo buğda, 3 kilo arpa, 3 kilo kişmiş, xurma, 3 kilo və un məmulatları. Bu təbii ki, imkanı çatan insanlar. İndi mütləq bunu mən izah eləyəcəm. Yəni, bu 3 kiloqramlarla belədir. Amma bugün Qafqaz Müsəlmanları İdarəsinin fətva, biz elə Qazilər Şurasının üzvü olaraq mən bunu qeyd eləyirəm. Biz qərar çıxartdıq ki, minimum həddə 10-15 manat civarında bir ailəyə, yəni bir nəfərə. Bir nəfərə 10-15 manat. Bəli, ailə üzvlərinin 2 nəfərdirsə, hər bir ailə üzvünə 10-15 manat civarında. Yəni 2 nəfərsə 20 manat, minimum. Bəli, minimum götürəndə. Məsələn, birdən məsələn, fitrə çıxmaq istəyən, amma məsələn 5 manatı olan adam var da, yəni İndi mən onu, əgər vaxtımız varsa deyəcəyəm, vaxtımız varsa, deməli, bir adam könül xoşluğu ilə ona imkanı çatırsa, onu çıxardacaq. Çünki orada bir xeyir var, orada bir fayda var. Ehtiyacı olan insanlar, möhtac olan insanlar fitrə zəkatı çıxardmamalıdır. Onların üzərindən bu vəzifə götürülür. Fitrə zəkatı vacibdir. Hər bir müsəlman fitrə zəkatını verməlidir. Baxın, bu günləri marketlərdə xurmanın qiyməti 5 manata da var, kilosu 50 manata da var. Əgər bugün bir insan zəngindirsə, imkanı varsa, qoy çox çıxartsın. Yəni, bir ailə başına, bir nəfərə 50 manat çıxartsın. İmkanı var. Onun faydasıdır. Onun özünə olan bir xeyirdir. Və bunu edən zaman bayram günü
günortaya qədər hər bir insan o fitrəni çıxartdığı zaman Yəni bayram namazı qılındı, qutardı və zöhr namazına qədər, günorta namazına qədər fitrə çıxarılmalıdır. Yerinə çatmalıdır. Ne üçün? Onların da qazanı qaynamalıdır. Bayram anlayışında mən anlayışı yoxdur. Biz anlayışı var. Biz nə zaman Bayram sevinirik? Bəli, cəm haldadır. Cəm vurğusu var burada. Və bu baxımdan hər bir insan bu fitrə zəkatını imkanı varsa çıxarmalıdır və sizin sualınıza cavab olaraq onlayn vasitəsilə, kart ödəmə vasitəsilə bilirsiniz, əgər bir insan bizim direktimizə, şəxsi səhifəmizə yazır ki, xahiş eləyirəm, 10 nəfər adam yazır ki, bu karta bu xəstəyə kömək eləyin, buna dəstək olun. Əslində bu doğru yanaşma deyil. Bilməlisən kimin ünvanına göndərirsən. Ünvan bəlli olmalıdır. Yanlış da ola bilər, saxta da ola bilər, saxta da ola bilər, fake də ola bilər. O qədər insanlar var. Mən canlı yayım edirəm. Deməli bir nəfər də adını çəkmirəm. Bir nəfər elə Ramazan başlayandan bəri iftara doğru proqramda yazır ki, 65 qəpik atın. Bir nəfər elə 20 manat atın, yenə də səhər əsəb keçirdim onu. Yəni sənin yerinə mən əsəbləşdim. Sizin canlıdaydı o, gördüm ki. Bu doğru yanaşma deyil. Amma biz onlara iftardan sonra yardım etdik. Yenə də gördük həmən şey və baxdıq gördük ki, artıq bu sui-istifadədir. Dələduzluq, bəli. Və insanın vəzifəsi nədir? Vəzifəsi budur ki, görürsən ki, bir adam möhtacdır, rayonda yaşayır. Ona deyirsən ki, zəhmət olmasa siz öz şəxsi kartınızın nömrəsini, hesabını göndərin və o pulu ödəyin. O vasitədə mümkündür onlayn vasitəsilə. Çalışdığımız qədər öz doğmalarımıza, o ehtiyacı olan insanlara yardım etməlidir. Hər kəs öz nəslində, kökündə ehtiyacı olan, acından ölən, bir ki, evində qazanı qaynamayan bir adamın aparıb payını versə, ən gözəl olur. Heç kimin nəslinə, kökünə ehtiyacı qalmaz. Vallahi da, hamımızınki var da. Hamımızda acı da var, ehtiyacı olan da var. Vallahi, aparın paylayın da elə. Və bayram günü ilə bağlı müxtəlif mövzular hər il olduğu kimi, amma 6-cı imamın, İmam Sadiq əleyhissalamın, Allahın salam və rəhməti olsun ona, ondan soruşurlar ki, bayram nə zamandır? Ya Novruz bayramını sual verəndə, ya Fitr bayramını sual verəndə, imam belə cavab verərdi. Hansı gün ki, insan günah etmədi, o gün onun bayramı. Bayram. Allah.